Yaddaşda zəifləmə yaşa bağlı da demensiya, yəni beyin xəstəliyinə bağlı da ortaya çıxa bilər. Bunu necə ayırd etmək olar? Bu barədə sizə qısa bir məlumat verməyə çalışıram. Birinci növbədə baxın, yaşlılıqda unutqanlıqlar ola bilər. Bu normaldır. Amma demensiyada, yəni bir beyin xəstəliyində olan unutqanlıqlar sadə yaddaş zəifləməsinin yanında insanın davranışlarının dəyişilməsi, onun qərar verməsi, nitq qabiliyyəti, analiz etməsi, mühakimə edə bilməsinin və pozulmasını görmək mümkündür. Misallarla bunu izah etməyə çalışım sizə. Normal yaşlılıqda insan əşyalarını unuda bilir, itirə bilir. Amma demensiya xəstəsi isə onların səhv yerlərə qoyur, yəni əşyaları uyğunsuz yerlərə qoyur, xatırlaya bilmir ümumiyyətlə qoyduğunu, nəinki qalıb onu axtarsın və itirdiyini başa düşsün. Bundan əlavə yaşlılıqda insan aylıq ödənişlərini unuda bilir, amma gec də olsa xatırlayır. Amma demensiya xəstələri isə ümumiyyətlə aylıq ödənişləri, kommunal xərclərini və s. heç umursamır. Bundan başqa yaşlılıqda səhv qərar vermələr olur, amma bu çox nadir hallarda olur. Demensiya xəstələri isə verdikləri qərarların çoxu səhv olur. Onlar çünki doğru analiz edə bilmir, mühakimə edə bilmirlər. Nitq qabiliyyətinə gəldikdə isə yaşlılıqda da bəli, sözləri unuda bilir insan danışarkən, amma bunun yerinə alternativ başqa kəlmələr istifadə edirlər. Demensiya xəstələri isə ümumiyyətlə cümlə qurmağa, söhbət etməyə çətinlik çəkir, söhbəti sürdürə bilmir, ardıcıllığı gözləyə bilmirlər, yəni nitq qabiliyyəti pozulur.